Əhl-i-Beyt aşiqləri Rusiyanın paytaxtı Moskva şəhərində mübahilə günü münasibətilə xüsusi tədbir keçiriblər. Bu mərasimdə Azərbaycanlılar aktiv iştiraka malik olublar. Moskva şəhərinin Əhl-i-Beyt icması İslam tarixində ən mühüm günlərdən biri sayılan Qədirxum hadisəsi və mübahilə günü münasibəti ilə Moskvanın Kral Sarayında möhtəşəm bir tədbir keçirtdi. Tədbirdə Moskvanın tanınmış ruhaniləri və Azərbaycandan təşrif buyurmuş Əhl-i-Beyt məddahları iştirak edirdilər. İslam tarixində mühüm günlərdən sayılan Qədirxum və mübahilə bayramı müsəlman aləmində ən böyük təmtəraqla qeyd edilən günlərdən biridir. Qədir gününü bayram kimi qeydə almaq İslam dünyasının ənənələrindədir və yalnız şiələrə həsr olunmur. Tarixi mənbələrə istinadən Peyğəmbərin yaşadığı zamanda bu gün Qədir günləri müsəlmanlar üçün böyük bayram sayılıb və Peyğəmbər Əhl-i-Beyt onu qoruyub saxlamışdır. Mübahilə gününü İslam dininin qələbəsi kimi də adlandırmaq olar. Hər bir müsəlman bu günü bilməli, bu gündə baş verən hadisələrdən xəbərdar olmalıdır. Çünki bu gün müsəlmanların düşmənlərin üzərində olan qələbələrindəndir. İslamın haqq din olduğu, Peyğəmbər Salavatullahın haqq olaraq göndərildiyi məhz bu gündə bir daha həm müsəlmanlara, həm də məsihilərə sübut olunmuşdur. Bu gündə həmçinin Peyğəmbər Salavatullah Əhl-i-Beyt əleyhissalamın kimlərdən ibarət olduğunu bir daha aşkarlamışdır. Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan Əhl-i-Beyt ardıcılları Qədirxum və mübahilə günü münasibəti ilə Moskvanın Kral konsert zalında böyük bir bayram tədbirinə cəm oldular. Bayram tədbirində 800 nəfərdən çox müsəlman iştirak edirdi. Bayram tədbiri ilk öncə müqəddəs Qurani Kərimin tilavəti ilə başladı. Daha sonra məclisi açıq elan etmək üçün söz Əhl-i-Beyt cəmiyyətin sədri Hacı Nizami Baloğanova verildi. O öz çıxışında bütün müsəlmanları təbrik edərək bayram tədbirini açıq elan etdi. Daha sonra tədbirə gələn qonaqlar üçün Qədirxum hadisəsi ilə əlaqədar bir film təqdim olundu. Sonra isə söz ilahiyyatçı Hacı Rəşidə verildi. O da öz növbəsində bütün müsəlmanları təbrik edərək bu iki bayramın əzəmətindən məclis iştirakçılarına söhbət açdı. İlahiyyatçı qeyd etdi ki, əgər bir insan haqqı tapmaq istəyirsə, İmam Əli əleyhissalam və onun Əhl-i-Beytinin yolu ilə getməlidir. Bu yolda olanlar heç zaman zəlalətə duçar olmazlar. Daha sonra məclis Azərbaycandan təşrif buyurmuş Əhl-i-Beyt məddahlarının ifa etdiyi ilahi surutlar ilə davam etdi. Bismillahirrahmanirrahim. Mən həm keçmiş Qədirxum bayramı münasibəti ilə ki, bizim ən böyük bayramlarımızdandır ki, bu bayrama Eydullah-ül Əkbər deyərlər, Allahın ən böyük bayramı deyərlər. Həm Qədirxum bayramı münasibəti ilə, həm mübahilə bayram münasibəti ilə ki, o da bizim bayramlardan biridir ki, Həzrəti Peyğəmbərimizin haqlığı, Allahın dininin haqlığı isbat olunan gündür. Bu iki gözəl bayram münasibəti ilə bütün dünya müsəlmanların, bütün Həzrəti Peyğəmbər və onun Əhl-i-Beytinin aşiqlərini təbrik edirəm inşallah. Allah Teala bu gözəl bayramları bizlərə mübarək eləsin. Bu günləri qeyd etməyin mənası biz Allahın ayələrinin təsdiq olunması deməkdir. Biz ki, həm Qədirxum bayramının, həm mübahilə bayramının və yaxud başqa bayramlar ki, bizim şəriətimizdə, İslamımızda var. Biz müsəlmanlar, möminlər bu günlərdə yığışmaqla, bu bayramları qeyd eləməklə Allah ayələrini təsdiq edirik. Yəni biz Allah ayələrini həm dilimizdə, həm qəlbimizdə, həm əməllərimizdə qəbul edib, onları həyata keçirdirik. Bu bayram münasibəti ilə, mübahilə bayramı münasibəti ilə və bundan öncə Qədirxum bayramı münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirəm. Bütün dünya müsəlmanlarını, bütün dünyada ki, o kəslərin ki, qəlbində Əhl-i-Beyt, Həzrəti Əleyhissalamın eşqi var. Hamısını təbrik edirəm bu gözəl gün münasibəti ilə. Təbii ki, Həzrəti Əleyhissalamın eşqi, nuru elə bir eşqdir ki, hansı qəlbdə olsa, o qəlb pak olar, o qəlbdə paxıllıq, kin, kudurət olmaz. Bəli, gəldik, gördük qərib yerdə, Moskvada ki, möminlərin fəaliyyətini, Həzrəti Əleyhissalamın eşqi onları ki, elə məzun edibdir ki, belə bir gözəl tədbirdə iştirak elədik. Biz də xoşxal olduq ki, tək müsəlman ölkəsində yox, qeyri-müsəlman ölkəsində belə Əhl-i-Beytin bayramları, mövludları keçirilir, Əhl-i-Beyt yad olunur. Bu tədbir qəlbimizə həqiqətən də sevinc və səadət bəxş etdi. Xristiyan dünyasının mərkəzi olan Moskva şəhərində bu qədər insanın yığılaraq bayram etməsi sevindirici halda. Bu tədbirə gəldiyimə görə çox şadam. Sevincimin hüdudu yoxdur. Qədirxum və mübahilə günü münasibəti ilə bütün möminləri təbrik edirəm. Dünyada yaşayan bütün Əhl-i-Beyt ardıcılarına dünya və axirət səadəti arzulayıram.
Mən bugün bu gözəl Qədirxum və Mübahilə bayram münasibətilə bütün müsəlmanları təbrik edirəm. Bu gözəl gündə Həzrəti Muhammed sallallahu əleyhi və səlləm yığdı bütün ümmətini və özündən sonra Əli əleyhissalamı bizlərə rəhbər qoydu getdi. Allah bizi bu yolda eşqinə dayananlardan eləsin. Xəyal Müəzzin, Səhər Beynəlxalq Televiziyası, Moskva.